Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam dəyərli izləyicilər. 8-ci sinif 2-ci hissə 6.7 iyonların təyini mövzusuna baxırıq. Düzdür, burada əsasən əzbərləməlisiniz. Ekskluzif bir izah yoxdur. Yəni, məsələn, burada verilən iyonlardır ki, litium iyonu gördünüzsə, litiumun duzları, alova verdiyi rəng olacaq qırmızı. Natrium duzu varsa əgər tünd sarı rəng verəcək, onun birləşmələri alovda, kaliumda çəhrayı. Yəni bu cədvəli sadəcə əzbərləmək lazımdır. Su bir qaydası yoxdur. Burada isə bunların deməli təyin edici anionlar, təyin edilən kation bunlar verilib. Burada gördüyünüz kimi metallardır, müsbət yüklülər kationlardır, xatırlayırsınızsa, mənfi yüklülər isə anionlardır. Yəni bu alüminium 3 müsbət gördünüzsə, bu OH mənfi olsa, hə, o ondan əmələ gətirir ağ çöküntü. Və yaxud da bunu elə birləşmə kimi də əzbərləyə bilərsiniz, belə çətindirsə. Alüminium OH3. Hətta burada deyirik, ağ həlməşiyə bənzər çöküntüdür. Dəmir OH2, yaşılımtıl çöküntüdür. Dəmir OH3. Bu qonur çöküntüdür. Yəni, baxın, bu iyon və bu. Yəni, müsbət olmalı hardan bilirik? OH-ın sayından bilirik də. Sink hidroksid. Bunları belə özünüz üçün də yazıb, qeyd tutub əzbərləyə bilərsiniz. İyonu ayrıca əzbərləyib. Burada düzdür, sadə verilib. Fərqli deyil. Yəni, bunu yadda saxlamaq asandır. Bu metalları əzbərləyirsiniz, hamısı OH-la təyin olunur. Amma burada göstər bir fərqlidir. Sadəcə bu sonda xlor, brom, yod, bunlar gümüşlə təyin edilir və PO4. Bunu da konspektləşdirə bilərsiniz. Burada bəs NH4 müsbətlə OH mənfi. Bu necə olur? Tutaq ki, NH4, nə deyək, NH4, NO3 olsun, üstə gəl. Kalium OH olsun deyək. Bu reaksiya gedəndə NH4 OH alınır. Bu da zəif əsasdır. Bu alınan kimi parçalanır. NH3 və H2 əmələ gəlir. Yəni biz reaksiyalar yazanda NH4 OH yazırıq əsasən. NH3 üstəgəl H2O yazırıq NH4 OH alınanda. Çünki alınan kimi parçalanır. Və burada yazılıb, qırmızı rəngli, yaşlı lakmus kağızını göy rəngə boyayan qaz ayrılır. Bu qaz amonyakdır, NH3-dür. Sonra burada konspektləşdirə bilərsiniz necə? Məsəl üçün belə. Gümüşlə olanları bir yaza bilərsiniz. Yadda qalan eləyim sizin üçün. Baxın, bu ikisi sarı rəngli çöküntüdür. Xlorla olan ağ rəngli çöküntüdür. Bromla olan sarımtıl çöküntüdür. Bu formada sadə şəkildə yadda saxlaya bilərsiniz. Ardıcılığın, yəni xlor, brom, yod. Halogenlər sırasını bilsəz rahatdır. Yenə burada da əzbərləməlisiniz və burada da bir dənə nüansı nəzərinizə çatdırın. Bəs göy rəngli yaş lakmus kağızını çəhrayı rəngə boyayan qaz deyirsə, bu nə deməkdir? Bu da H müsbət CO3 2 mənfi. H2CO3, yəni karbonat turşusu alınır. Bu da zəif turşudur. Alınan kimi parçalanır suya və karbon qazına. Bu əmələ gələn karbon qazıdır lakmus kağızını çəhrayı rəngə boyayır. Bu qaz budur. Turşu xassəlidir, yəni, amma qüvvətli olmadığı üçün karbonat turşusu, amma qüvvətli olmadığı üçün çəhrayı rəngə boyayacaq. Normalda çünki digər turşular qırmızıya boyayır. Metasilkatı çıxmaq şərti ilə metasilkat turşusu çöküntüdür. Gəlin suallara baxaq. Öyrəndiklərinizi tətbiqin hissəsindəki suallardan başlayaq. Deməli, birinci sualımız belədir. Natrium iyonunu məhlulda hər hansı anion, NO3 iyonunu isə hər hansı kationla təyin etmək olarmı? Cavabınızı əsaslandırın. Belə yazırsınız. Natrium müsbət iyonu və NO3 mənfi iyonunu hər hansı iyonla təyin etmək olmur. Çünki onlar heç bir iyon ilə çöküntü və ya qaz əmələ gətirmir. İyonları ümumiyyətlə təyin etmək üçün ya o çöküntü əmələ gətirməlidir, ya da qaz əmələ gətirməlidir ki, orada yəni xüsusi təyin olması bir hadisə baş versin də belə deyək. Onun əsasını təyin edir. Bunlar isə çöküntü və yaxud da qaz əmələ gətirmədiyi üçün təyin edə bilmərik. Cavabınızı belə yazırsınız. İkinci suala baxaq. Şəkildə təsvir edilmiş qrupu hansı iyonun təyini zamanı istifadə oluna bilər? Borunun əyri hissəsinə nə üçün su doldurulur? Bunu da görürük.
Belə yaza bilərsiniz. Bu qrupu karbon qazını təyin etmək üçün istifadə oluna bilər. Karbon qazı rəngsiz qaz olduğuna görə onun ayrılması gözlə müşahidə olunmur. Bu zaman onun ayrılmasını müşahidə etmək üçün bu qrupudan istifadə edilir və sınaq şüşəsindən ayrılan qaz borunun əyri hissəsinə tökülmüş suyu sıxışdırır və onu boru boyunca irəli getməsinə səbəb olur. Suyun yer dəyişməsi qazın ayrıldığını nümayiş etdirir. Bu formada yaza bilərsiniz. Yəni necə burada deyək ki, elə H2SO3 var deyək. Burada biraz qızdırdıq. H2SO3 başqa nə ola bilər? Bu reaksiya ola bilər məsələn necə? Hmm, Deyək ki, natrium 2 CO3-dür, üstə gəl H-dur. Burada elə bu reaksiyanın necə iyonu, yəni görəndə necə təyin olur, onu tapmağınızı deyə bilərəm. İyonlara ayrılma artıq tənliklərini keçdik biz. Burada baxın CO3 2 mənfi ionudur, bu da H müsbət ionudur. Baxın reaksiyada var da hər ikisi bir-birini təyin edə bilər. Alınır H2SO3, bu da alınan kimi parçalanır H2O-ya və CO2-yə. Üstə gəl burada alınır natrium. Elə bilin ki, 2 dənə duzun məhluludur burada reaksiya gedir. Qaz ayrılır axı, qaz uçacaq buradan. Qaz uçur və gəlir bu CO2 hal-hazırda havada da var. Biz onu görmürük, xüsusi bir rəngi yoxdur. Gəlir və bu suyu elə bir sıxışdırır axı, su yuxarı qalxır və yaxud da qazlı suda necə ki qabarcıqlar əmələ gəlir ha. Burada da yəni o qabarcıqlardan biz müəyyən eləyirik ki, müşahidə eləyirik ki, burada qaz ayrılıb. Ona əsasən təyin edilir. Öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Etiketi olmayan iki müxtəlif qabın birində kalium xlorid, digərində isə kalsium xloridin olduğu məlumdur. Bu maddələr bir-birindən asanlıqla necə fərqləndirmək olar? Yadda saxlayın. Bunun hər ikisində xlor var. Burada tutaq ki, gümüş nitrat əlavə eləsiniz. Ayıra bilməyəcəksiniz. Niyə görə? Çünki hər ikisindən gümüş bir xlor da əmələ gələcək, yağ çöküntü olacaq. Hə, biz nəyə əsasən müəyyən eləyərik? Kalium da heç bir şeylə çöküntü vermir, heç bir iondan, amma kalsium çöküntü verir. Və yaxud da bunların alova görə rənglərini də təyin edə bilərik. Alova görə təyin eləsi olsaq, kalium hansı rəng verirdi birləşmələri? Səhrayı rəng kalium verir. Alovla müəyyən, belə yaza bilərsiniz. Alovla müəyyən edə bilərik. Kalium ionu olan səhrayı rəng verəcək alova. Kalsium ionu olan isə narıncı, qırmızı rəng verəcək. Və yaxud da burada bilmirəm sizdə kalsium verilməmişdir, amma kalsium özü də misal üçün ikinci bir şey kimi burada yaza bilərsiniz. Sırf indi keçdiyiniz dərsə uyğun cavab odur. Amma kalsium xlor 2 üstə gəl karbonat turşunu yaza bilmərik burada. Nə yaza bilərik? Belki natrium karbonat olsun. Buradan alınır kalsium karbonat. Bu da ağ rəngli çöküntüdür. Məsələn, bununla da təyin edə bilərsiniz. Bunu nümunə kimi yazdım, yazmaya da bilərsiniz. Bir fərqli xüsusiyyət də budur bir-birindən. Sonra ikinci iyonların təyini cədvəlindən istifadə edərək dərsin içərisindəki cədvəldir, mövzunun içərisindəki OH ilə təyini reaksiyaların məhsulları verilən kationları müəyyən edin. Deməli, baxaq. Bu nədir? Bu reaksiyalar aparmaq üçün hansı maddələr məhlullar qarşılıq olar? Birinci, baxaq, A deyək. A-dakı nədir? Bu yaşılımtıl rəng verən dəmir OH2. Buradakı cədvəl deyir, dəmir OH2. Rəngə görə baxırıq. Yaşılımtıl rəng, dəmir OH2. Bu verir. Burada dəmir 2 müsbət, OH mənfi iyonu var. Qeydəki qırmızı qonurmu gedər bu?
Daha çox sarıya, sarı da deyil bu. Qonur deyək, dəmir OH üçün. Burada dəmir OH daha uyğundur. Ən uyğun rəng odur da çünki. Sonra çünki qonur rəngə daha uyğundur da bu. C-də isə mavi rəng görürük. Bunu rahat müəyyənləmək. Bu da mis 2 müsbətlə OH mənfili əmələ gətirdiyi rəngdir. Birinci baxaq A-ya. A-da məsələn dəmir NO3 2 üstə gəl kalium OH deyək. Baxın. Dəmir 2 müsbət ionudur bu. Bu isə OH mənfidir. Reaksiya gedir. Dəmir OH 2 alınır. Çöküntüdə üstə gəl kalium nitrat. Sonra B-yə baxaq. Dəmir 3 müsbət və kalium OH-lı bir şey olmalıdır. Dəmir xlor 3 deyək, üstə gəl. Kalium OH, natrium OH, yəni rəng nə istəyir burada? Suda həll olansa yaza bilərsiniz. Burada da əmələ gələcək. Dəmir OH 3, üstə gəl natrium xlor. Da çöküntüdür bu rəngdə. C-yə baxaq. C-də nə deyək? Biz 2 nitrat deyək. Üstə gəl. Bunu da deyək lityum OH olsun. Bayraq belə buradan da alınır. Mis 2 hidroksid mavi rəngli çöküntüdür. Üstə gəl lityum nitrat. Bu formada reaksiyalarda yaza bilərsiniz nümunə kimi. 3-ə baxaq. 3-də deyir, ionların təyini cədvəlinə istifadə edilərək şəkildə təsvir olunmuş reaksiyanın hansı maddələrin məhlulları qarşılaması zamanı baş verdiyini müəyyənləşdirin. Cavabınızı əsaslandırın. Burada bizə 3 dənə də variant verib. Gəlin baxaq, A-da görək nə baş verir, B-də nə baş verir, C-də nə baş verir. A-da dəmir 2 xlorid. Gəl natrium hidroksid. Bu bayaqçının elə birincisinə nümunə yaza bilərdiniz. Dəmir OH 2. Bu olmaz. Niyə görə? Çünki bizdə dəmir OH2 bu yaşılımtıl rəngi verir. Cavabımız A deyil. Yazı da bilərsiniz, yaşılımtıl çöküntü. Bizə hansı çöküntü lazımdır? Görürdə bu şəkildən ağ rəngli çöküntü lazımdır bizə. B-yə baxaq. Gümüş 1 nitrat. Üstə gəl kalium yodid. Bu nədir? Sarı rəngli çöküntü. Yodid yazmalıyım, səhv yazmışam. Sarı rəngli çöküntüdür. Üstə gəl kalium iyonu çalınır. Bu da olmaz. C-yə baxaq. Barium xlorid. Üstə gəl natrium sulfat. Bu olacaq cavabımız. Burada barium sulfat alınır. Hansı ki, bu ağ rəngli çöküntüdür. Üstə gəl natrium xlor. Belə, çöküntünün rənginə uyğun olaraq biz cavabı tapdıq. Cavabımızı belə əsaslandırırıq. Şəkildə çöküntü ağ rənglidir. Ona görə də bizdə ağ rəngli çöküntü olan barium sulfat alının reaksiyada olur. Bu qədər, sağ olun, salamat qalın.